Salam əziz həmvətənlər. Mən Rəhim Şəhbazi, Azərbaycan Demokrat Firqəsinin Amerika Komitəsi məsulu olaraq bütün qurumlardan və şəxslərdən rica edirəm, Güney Azərbaycan siyasi məhbusların səsinə səs olub və bir nəfər hamı bir nəfər üçün kempeyninə qoşulasınız. Beləliklə, Güney Azərbaycan siyasi məhbusların aclıq aksiyası münasibətilə Azərbaycan Demokrat Firqəsi ADF-in bəyaniyəsini siz əzizlərin diqqətinə çatdırmaq istəyirəm. Evin zindanında Tahir Nəqəvi, Vədud Əsədi və Azərbaycanlı fəallara qarşı törədilənlər zülm hökm sürdüyünün açıq sübutudur. Evin zindanında baş verənlər sadəcə bir hüquq pozuntusu deyil, insan dəyərlərinə, canına və ləyaqətinə qarşı açıq hücumdur. Biz Azərbaycan Demokrat Firqəsi ADF, Tahir Nəqəvi və Vədud Əsədinin günbəgün ağırlaşan vəziyyətinə, habelə Abbas Lisani, Əli Xeyrcu, Yusif Kari və Behzad Dəştiyə qarşı törədilən zorakılıq və təhqiramiz rəftara dair yayılan məlumatları dərin hiddətlə və qətiyyətlə pisləyirik. Aclıq aksiyası keçirən, səhhəti kritik həddə çatan iki siyasi məhbusa tibbi yardımın qəsdən göstərilməməsi, insan həyatını bilə-bilə od içində buraxmaqdır. Bu davranış, qanunun, vicdanın və insanlıq adlanan bütün dəyərlərin tapdalanmasıdır. Azərbaycanlı fəalların döyülməsi, zərər çəkmiş bədənlərinin tibbi müayinədən gizlənilməsi, onların 209-cu bölümə aparılması, bunlar təkcə zorakılıq deyil, sistemli şəkildə həqiqəti boğmaq cəhdidir. Bu əməllər hüquqa meydan oxumaq, məhbusun həyatını və ləyaqətini tapdalamaq deməkdir. Tahir Nəqəvi və Vədud Əsədinin səhhətinə qarşı edilən hər bir səhlənkarlıq bilavasitə həyati təhlükə yaratmaq, yəni qəsdən zərər vurmaq mahiyyəti daşıyır. ADF qətiyyətlə bildirir ki, bu insanların sağlığına dəyəcək hər bir zərərin mənəvi, hüquqi və tarixi məsuliyyəti evin zindanının rəhbərliyi, təhlükəsizlik orqanları və aidiyyəti məhkəmə strukturlarının boynunda qalacaqdır. Fəallara qarşı edilən fiziki zorakılıq və təhdidlər cinayət xarakterli, bağışlanmaz və hesab sorulacaq əməllərdir. ADF tələb edir ki, 1. Tahir Nəqəvi və Vədud Əsədinin gecikmədən, şərtsiz və dərhal müstəqil tibbi mərkəzlərə köçülsün. 2. Azərbaycanlı fəalların xəsarətlərinin qanuni tibbi müayinə vasitəsilə sənədləşdirilsin. 3. Siyasi məhbuslara qarşı sistemli zorakılıq və işgəncəyə son qoyulsun. 4. Bütün siyasi məhbuslar
o cümlədən Güney Azərbaycanlı məhbus fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Əbdüləziz Əzimi Qədim, Ayaz Seyfxah, Kərəm Mərdanə, Vədud Əsədi, Məhəmməd Rza Fəqihi və Mahmud Ocaqlı azadlığa buraxılsın. Azərbaycan Demokrat Firqəsi Siyasi Heyəti 17 noyabr 2025. Diqqətiniz üçün təşəkkür edirəm.